Salam Şir Məmməd şef, necəsiz? Sağ olun, yaxşıyam. Siz Yaxşı necəsiniz? olasınız, çox sağ olun. Mən sizin də, bizə baxanların da keçmiş Ramazan bayramını təbrik edirəm. Mən də təbriklərə qoşulan hamının bayramı mübarək. Yaxşı aşpaz olmaq üçün nələri bilməliyik? Yaxşı aşpaz olmaq üçün birinci növbədə bu sənəti sevməlisən. O bəs edər. Bəs eləyir. Bəs edər o. Bəs yaxşı aşpaz olandan sonra bugünkü gün əmək haqqı nə qədər ala bilər? Çox ola bilər. 3000 ola bilər, 4000 ola Yəni bilər. onları ala Hal-hazırda bilər. 6000 alan yerli aşpazlarımız var. Aşpazlarımız var. Bir dənə söz soruşacağam sizdən. Aşpaz olduq, yaxşı əmək haqqı aldıq. Çox vətəndaşlar şikayət edir ki, iş saatı çoxdur, ya azdır. Amma mən bunun tam tərəfdarı deyirəm. Siz aşpaz kimi neçə saat işləyirsiniz? Mən 8 saat işləyirəm. 8 saat. Həftədə 5 gün işləyirəm, 2 gün dincəlirəm. Bayramlarda evdəyəm. Varmı? İşinizdən razısınız? Çox razıyam. Biz vətəndaşları bu sənətə necə cəlb edə bilərik? İnsana bu sənəti sevdirmək üçün biz onlara aldığımız əmək haqqını deməliyik, işimizin saatını deməliyik. Onları bu sənətdən qaçırmamaq lazımdır. Əlbəttə. Düzdürmü? Çox adam deyir aşpazlıq sənəti çox çətindir, çox ağır. Mən bildiyimə görə elə deyil. Yəni siz bildiyinizə görə necə? Hər bir sahə çətindir, o sözsüz. Amma belə bir söz var, yediyin önündə, yemədiyin arxanda. Burada ürəyin nə istəyir, yeməyin, içməyin, bişirirsən, hər şey qabağında. Pulun verir, əynin təmiz, otellər, restoranlar formalar kimi verirlər. Hər bir şəraitdən təmin olunur. Yəni hər şeydən Hər şey yaxşıdır. əladır. Neçə yaşından başlasalar yaxşıdır? Yaş Məncə fərqi yox. yoxdur, məncə yox. Nə qədər tez Nə qədər tez başlasalar, o qədər. O qədər yaxşı. Yaxşıdır. Bizə müraciət edə bilərsiniz. Şirin Məmməd şef burada, mən burada. Başqa peşəkar müəllimləriniz də var. Yaxşı aşpaz olmaq üçün 4 ay oxuyursunuz, sertifikat alırsınız. 7 ay davam edəndə isə peşəkarcasına aşpaz diplomu əldə edirsiniz. Aşpaz diplomu əldə edəndən sonra istəsəz bizim ölkəmizdə, istəsəz xaricdə sizi işlə təmin etməyə hazırıq. Təşəkkür edirəm Şirin Uğurlar Məmməd bəy. olsun. Yeni informasiyaları yenə də gələn ay verərik. İnşallah. Təşəkkürlər. Mən Çox təşəkkür sağ olun. edirəm. Sağ olun.